Naxçıvan sakini Orucov Elnur Rafailoğlu 2017-ci ildə Azqranta fəhlə işləyirəm. Məni 2025-də iyul ayının 30-cu günü əlim ventilyator apardı. 3 radələrində 3-ə işləmiş bu vəziyyətdə də əllərimin baba vəziyyəti budur. Nə əlimi qattala bilirəm, nə yuma bilirəm əlimi. Heç arada işləyə bilmirəm. Pisdir vəziyyətim. Məni nəysə iyul ayının 30-cu günü mən ventilyator barmaqlarımı apardı. Gətirdilər məni saat yarım 2 saat ləngitlər zavodda, sexdə ləngitlər ki, nə plan qurdular ki, bunlara nə deyək, nə demək həkimi, yəni kiməsə nəsə bir şey deməyək də, nə deyək, örtbasır eləyək də, məqsədləri o ki, örtbasır eləyək ki, yəni bu ev şəraitində olub. Məni nəysə saat yarım 2 saatdan sonra apardılar balnisiyaya, orada Fazil doktor əməliyyat elədi 4 saat əməliyyat elədilər. Əməliyyat zamanı mənim telefonumu gizlətdilər, evdə heç kimə, valideynlərimə xəbər eləmədilər, qardaşıma xəbər eləmədilər. 4 saat əməliyyatdan sonra mənə palata da vermədi, hətta palata da vermədi. Mən xahiş edirəm, mənə palata verin, bu ağracı ilə mən gedə bilmirəm evə, dözə bilmirəm ağracıya. Məni evə göndərdilər məcburi şəkildə. Ondan sonra orada əməliyyat gedə-gedə, ora sənətə işləyiblər ki, mənə gətirən adamdan soruşub, doktor, Fazil doktor ki, bu haradadır, deyib, ot biçənə düşüb, mən qonşusam, bunu gətirmişəm bura, köməkli məqsədi ilə. Halbuki az qranatlı olub. Bu vəziyyətlə mən bu ünvanla qaldım 6 ay evdə. 6 ay ərzində nə xəstəlik pulum keçib, bugünkü günə kimi 10-cu aydır, 10 ay, 11 ayda. Xəstəlik pulum keçməyib. Ondan sonra mənə gəldilər, başqa idarə təşkilata mənə dedilər ki, sənə təzminat düşür, sənə pensiya düşür, şirkət tərəfindən köməklik olur, hər tərəfi köməklik olunmalıdır. Mənə heç bir köməklik olmadı bugünkü gündə də. Mənim körpə balalarım kirayədə qalılan çox pis vəziyyətim. Yaşayışım yəni 0 dərəcəsindədir. Budur vəziyyətim mənim. Yəni köməklik ilə məni allatdılar, vəd verdilər, çox vəd verdilər. Babayev Nazim, Ləzziyev Yusif. Neçə dəfələrlə girmişəm yanına Ləzziyevin. Dedi ki, dincəldə, ged istirahət elə. Dedim, müəllim, beləcə barmaqla, bu halına istirahət eləmək olarmı? Siz bilən. İstirahət başqa şeydir. Pulun imkanı olur, gedib istirahət edəcəm. Mən bu əlimin ağrıcısına necə mən gedib istirahət edeyim? Beləncə mən bu ünvanla, bu formada məni yola verdilər. Bugünkü günə kimi alladırlar. Sabah keçəcək, bugün keçəcək, xəstəlik pulun keçmir. Əmək müfəttişinə demişəm, əmək müfəttişi məktub göndərib bunların üstünə. Bunlar nə edirlərsə, yəni desinfiyə də atqaz gəlir bunların üstünə, yəni nə haqq hesab edir ki, az qranat edir bəhanələri. Mən bugünkü günə xəstəlik pulumu ala bilmirəm. Ondan sonra mənə təzminatımı vermədilər. Pensiya düşüb. Neçə balnisiyələrə getmişəm, Bakıda, başqa rayonlara deyir ki, yəni sənə Elnur, pensiya düşür. Şirkət də yəni mənə köməklik eləməli idi ki, mən pensiya çıxım bugünkü gündə, əllə. Çox pis edəcəm. Artıq dedirsən, xahiş edirəm, mənə köməklik edin. Prezidentimizdən, Kamran Əliyev cənablarından, hamısına köməklik, vilayət Eyvazovdan köməklik məqsədi ilə yəni müraciət edirəm, mənə köməklik edin. Artıq dedirsən, xahiş edirəm. Çox sağ olun.